Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Elhamdülillahirrahmanirrahim. Elhamdülillahi gafurur rahim. Allahümme entallah la ilahe illa ent el-vahidul ahadus samed ellezî lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allahümme salli ala Muhammed ve ala ali Muhammed kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid. Allahümme barik ala Muhammed ve ala ali Muhammed kema barakte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu değerli kardeşlerim. Allah Azze ve Celle hamdolsun bir daha bizleri öz zikri etrafında bir araya topladı. Hakikaten Rabbimizin böyük lütfudur. İman nimeti ve imanı qoruyub saxlama adına belə məclisləri ərsəyə gətirmək və onlarda iştirak eləmək. Çünki bu əsrdə, hazırki vaqiədə və beləsi bəldələrdə, coğrafiyalarda insanın ağlından çıxmayan və hər gün yeni bir pisliklə qarşılaşdığı zaman daha da yaxşı başa düşdüyü bir hədis var ki, Nəbi sallallahu aleyhi və səlləm buyurur ki, hər gələn gün gedən gündən daha betər olacaq. Daha ki, əsr-i saadətdən bu yana həqiqətən hər gələn gün gedən gündən daha betər olmağa başlayıb. İnsanlar parçalanmağa, insanlar belə deyək, bir işlər gördükləri zaman orada halal harama riayət etməməyə və həmçinin insanlar özlərinin haqqlarını verə bilməyəcək mövqelərə göz dikməyə. Yəni insan elə bir mövqeyə göz dikir ki, hansı ki bilir ki, o onun haqqını verməyəcək. O işin, o mövqeyin əhli deyil, amma ona göz dikməyə başlayır. Və qiyamət əlamətlərindəndir ki, həqiqətən qiyamətin saadında, yəni o saada doğru getdiyimiz bu vaxtlarda kişiyə əhli olmadığı mövqeylər veriləcək. Məsələn, Nəbi sallallahu aleyhi və səlləm buyurur ki, səlahiyyət sahibi elə kimsələr olacaq ki, deyir, axmaq oğlu axmaqlar, üzr istəyirəm, səlahiyyət sahibi olacaqlar bəzi mövqeylərdə. Hansı ki, o işin üstündən gələ bilməyəcək, həmsinin altında əziləcək və insanları bu xüsusda namüd qoyacaq, biçarə qoyacaq. Və bu gün də İmam Rahmetullahi aleyh bu bərabərində zikr eləmiş olduğumuz bir neçə dənə növün birisini ən sonunda zikr etdiyimiz idarəçiliyə can atmamaq məsələsinə toxunub. Bizim nəfsimizə baxdığımız zaman bəzən deyirik, kişi özü-özünü yaxşı bilir. Əslində kişi Rəbbini bilmirsə özünü bilmir. Həqiqətən belədir. Məsələn, adam elə bilir ki, özü-özünü yaxşı bilir, özü-özünü yaxşı tanıyır. İnsana bəzən şişirdilmiş şəkildə ixlaslı olduğunu belə iblis göstərə bilər. Sən bu xidməti istəyirsən ki, Allahın dininə daha yaxşı, daha faydalı olasan deyə. Amma lakin kişi Rəbbini bilmədiyi təqdirdə bunun Allahdan olduğunu yoxsa şeytandan olduğunu fərqinə vara bilmir. Elə bilir ki, həqiqətən bu onu Allahın dini üçün istəyir. Lakin onun gətirmiş olduğu rahatlıq, onun gətirmiş olduğu afiyət səbəbilə bir müddətdən sonra artıq İslamın ona bəlirlədiyi cızıqdan çıxır və fəlakətə sürüklənir və özü ilə bərabər təbaası altında olan insanları da fəlakətə sürükləyir. Ona görə kişi haqqını verə bilməyəcəyi yeri istəməməlidir, gözünü ora tikməməlidir və onun üçün cəhd etməməlidir. Baxın qardaşlar, İslam bir davadısa əgər, şübhəsiz elədir. Biz cəmidə olmağa çalışacağıq. Yəni, dediyimiz daima mütəfəkkirlərin bir sözü var, bu cəmi limanına çatacaq. Doğrudur, yoxsa yox. Biz hamımız buna iman eləmişik. Allah öz nurunu tamamlayacaq. Lakin biz bu cəminin içərisində olacağıq, yoxsa yox. Baxın, harasında olacağıq demirəm, ha. Bu cəminin içərisində ola biləcəyik ümumiyyətlə, yoxsa yox. Əgər içərisindəsənsə, harasında olmağından asılı olmayaraq, sən bu cəminin heyətindəsən. Bu cəminin bir şeyinə, yəni limanına çatmaq üçün yola çıxan bu cəminin bir şeyinə xidmət göstərməlisən. Qardaşlar bəzən deyir ki, bəs necə olur müəllim? Allah Azze ve Celle deyir ki, müttəqilər belə dua eləyərdi. Bizim gözümüzün aydınlığı olan zövcələr, övladlar ver, hansı ki bizi müttəqilərə imam elə. Və cəalnə lil muttəqinə imamən. Bizi müttəqilərə imam elə, rəhbər elə, öndər elə. O insan müttəqilərin arasında olmağı seçir. O insan mövqeyi, vəzifəni seçmir. Yəni hansısa məqamda olan müttəqilərə demir.
3 nəfər, 5 nəfər bir yerdədirlərsə, məni o salihlərin içinə qat və onların yol göstərəni et məni. Yoxsa sən durmursan gözünü valiliyə tikirsən, sən durmursan gözünü stolun başında oturan adamın mövqeyinə tikirsən, sən Allahın dininə xidmət eləməyin, səni Allahın qatında dərəcələndirir. Sən bir şey unutma ki, gözəl qardaşım, bu məclisdə və yaxud da başqa bir yerlərdə stolun başında oturanla, dərsi verənlə o məclisdə çay xidməti eləyənin arasında heç bir fərq yoxdur. Anlaşıldı mı? Biri sadəcə olaraq danışan tərəfdir. Əgər əməl etmirsə, o daha da məsuliyyətə cəlb olunur. Yəni əməl etmədiyi təqdirdə ixlasla çay xidmətində bulunan qardaşımız ondan daha xeyirlidir. Ona görə bulunduğumuz yerin qədrini bilib orada gözəl şəkildə halımızla, daha doğrusu həmən məclisin halı ilə, həmən İslamın rəngi ilə boyanmalıyıq. Yəni ilk gün nəyə and içib, hansı addımlarla bu yola çıxmışıqsa, hələ də bu yolda, yəni həmən yolda olduğumuzun fərqindəliyində olmalıyıq. Həmən rəngi qorumalıyıq. Sağımızdan, solumuzdan kimlərsə düşdü deyə, kimlərsə geridə qaldı deyə, kimləri isə külək sovurdu deyə bizlər arxaya dönüb baxa bilmərik. Belə bir şansımız yoxdur. Çünki bizlər həqiqətən nə qədər də Muhammedin sallallahu aleyhi və səlləmin ümməti olsaq da, bir o qədər də tək başına addımlayan İbrahimin millətindənik. Ona görə tək olduğumuz zaman bizlər İslam fərdiyik. Bizlərə bir mövqeyə ehtiyac yoxdur. Bizlərə bir məclisə ehtiyac yoxdur. Bizlərə baş olmağa ehtiyac yoxdur. Bizlər baş olduğu təqdirdə bədəni olmağa çalışanlar olmalıyıq. Baş olmadığı təqdirdə Allah əgər səni murad edibsə, sən şübhəsiz ki, səmiyyətindən dolayı oranı qazanacaqsan. Amma vallahi deyirəm, başın ağrısı çox olur. Ona görə baş olmağa can atmaq lazım deyil. Ona görə mövqeylərə yiyələnmək üçün çalışmaq lazım deyil. Nədən ötürü çalışmaq lazımdır? Olduğum yerdə etmiş olduğum xidmətlər səbəbilə Allah Azza və Cəllənin rızasının üzərinə olur. Vallahi deyirəm, bilmək olmur. Bax, həqiqətən mövqey sahibi, mal sahibi, ondan sonra etibar sahibi, tanınmışlıq sahibi kimsələrə bulaşan bəla digər insanlara nisbətən daha şiddətlidir, daha qorxuludur. Baxın, mütəfəkkirlərdən birisinin gözəl sözü var. Deyir ki, tanınmışlıq afiyət gətirər, rahatlıq gətirər deyir. Tanınmışlıq. Və rahatlıq da deyir, bəla gətirər. Subhanallah. Yəni sənin tanınmışlığın bir müddətdən sonra bəlası bilirsiniz nədir? Riyadır. Bəlası nədir? Ucubdur. Sən sabit qala bilmirsən. Görüntü vermirsən axı. Görüntü verənlərlə bir işimiz yoxdur ha. Görüntü verənlər üçün dua edirik ki, Allah qardaşlarımızı sabit eləsin. Çox çətindir. Həqiqətən çətindir. Bir yerdən qalxırsan, gəlirsən ki, hesabı ödəyəsən, artıq deyirlər ki, müəllim filan kəs hesabınızı ödədi. Elə oldu, elə oldu. Görüntü verən qardaşlar danışır bunu mənə. Və özlərini narahatçılıq keçirdirlər bu halda. Çox pis olurlar, amma görüntü də vermək məcburiyyətindədirlər. Çünki zəmanəmizlə hal-hazırda ayaqlaşmağın metodlarından birisi də odur. Görünən insanın ümumiyyətlə zikri daha yaxşı dinlənir, daha dəqiq dinlənir. Çünki həm vizual var ortada, həm də audial var. Həm gözü ilə görür, həm də qulağı ilə dinləyir. Ona görə tək belə deyək, təmənnimiz qardaşlarımız üçün Allah Subhanahu və Taala'nın onların ayaqlarını sabit qədəm etməsidir. Rəbbimiz Azza və Cəllə ayət cəllədə buyurur ki, Estağfirullah. Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə fəsad törətməyənlərə qismət edərik. Gördünüz mü? Rəbbimiz buyurur ki, biz bunu, bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənə, yəni yer üzərisini, yerin üzərini Allah Azza və Cəllə niyə nümunə olaraq verir? Gözünü tikdiyin o olmasın, gözünü tikdiyin axirət yurdu olsun. Çünki nəbisinə nə buyurur? Aleyhissalatu vesselam. Vələl-əxirətu xayrun ləkə minəl-ulə. Şübhəsiz axirət sənin üçün dünyadan daha xeyirlidir. Yəni
Dünyəvi şeylərə Allah Rasulunun gözünü dikdiyi bir dünyəvi məqam yox idi ha. Lakin dünyəvi sıxıntılar cəm olmuşdu deyə vücudunda. Rəbbimiz buyurur ki, dünyəvi sıxıntılara səbr elə, şübhəsiz axirət sənin üçün daha xeyirlidir. Biz dünyəvi sıxıntılara səbr edə bilmədiyimiz bu zaman dilimində bərabərində əlavə tanınmışlığın sıxıntısını da öz üzərimizə cəlb edirik. Mövqe sahibi olmağın da sıxıntısını öz üzərimizə dartırıq. Mal sahibi, mülk sahibi olmaqda hərislik göstərməyimizin də öz sıxıntısını, öz imtihanını üzərimizə cəlb edirik. Həqiqətən insanoğlu necə də səfihdir, Allah. Çox səfihdir. İnsanoğlu elə şeylər axtarır ki, hansı ki, hər birinə sahib olduğu zaman imtihanı, fitnəsi, fəsadı daha da artır üzərində. Daha da çətinləşir yaşamı. Və Rəbbimiz buyurur ki, həmən ayət üzərinin davamında ən gözəl aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir. Anlaşıldı mı? Bu ayəti bir də oxuyuram. Rəbbimiz buyurur ki, biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə fəsad törətməyənlərə qismət edərik. Ən gözəl aqibət isə deyir, ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir. Yəni, gözəl sonluq, varılacaq ən gözəl mövqe məhz onlara aiddir, buyurur Rəbbimiz Azza və Cəllə. Və Əbu Said Abdurrahman bin Samurə radiyallahu anhu teala belə buyurur. Rasulullah sallallahu aleyhi və səlləm mənə belə buyurdu. Ey Abdurrahman bin Samurə, heç kimdən idarəçilik vəzifəsi istəmə. Əgər bu vəzifə sən istəmədən verilərsə, Allah yardımçın olar. Əgər sən istədiyinə görə verilərsə, Allahdan yardım görməzsən. Baxın, ümumiyyətlə əsr-i saadətin Nəbi sallallahu aleyhi və səlləmdən ölçəndiyi bir siyasət var idi. Aleyhissalatu vesselam Efendimiz heç kimə istədiyi vəzifəni verməzdi. Qardaşlar, heç kimə istədiyi vəzifəni verməzdi Efendimiz sallallahu aleyhi və səlləm. İstədiyinə verərdi. Məsələn, sahabədən birisi, insanlardan birisi, arabilərdən birisi, bədəvilərdən, kim olursa fərqi yoxdur. Gəlib deyəndə ki, ey Allahın Rasulü, elçi mi təyin eləyəsən, falan ölkəyə, Şama səfir mi qoyacaqsan? Məsəl üçün deyir. O mən olmağa hazıram. Allah Rasulü sallallahu aleyhi ve sellem istəyənə verməzdi. Baxardı, kim istəmirsə, hədisdə də görsəndiyi kimi Allahın yardımı ilə bərabər öz yaşantısı da üst-üstə gəlib, üzünün ağı ilə o vəzifədən çıxacaq olanlara verərdi Allah Rasulü aleyhissalatu vesselam. Ona görə də burada Abdurrahman bin Samurəyə buyurur ki, əgər sən istədiyin təqdirdə verilərsə Allahın yardımını gözləmə. Yox, sən istəmədiyin təqdirdə verərsə şübhəsiz Allahın yardımı səninlədir. Ona görə istəmək lazımdır. Xidmət göstərmək lazımdır. Tək dərdimiz olmalıdır ki, olduğumuz cəmaatda, daimi cəmaatı olduğumuz məsciddə, dostluq etdiyimiz ortamda, insani yardımda, hər bir şeydə, qida yardımından belə hər bir şeydə. Qardaş, sənə vəzifə nə təyin edirlərsə onu edəcəksən. Çay mı çəkməlisən qıraqda, çay çəkəcəksən. Ət doğramalısan, ət doğrayacaqsan. Bunları paylamalısan, paylayacaqsan. Maşınınla mı xidmət eləməlisən, maşınınla xidmət edəcəksən. Vallahi deyirəm, əgər biz peyğəmbərlər kimi deyə bilsək ki, şübhəsiz mənim əcrim aləmlərin Rəbbi olan Allah qatındadır. Əgər peyğəmbərlər kimi bu söz deyə bilsək, vallahi deyirəm, biz orada istəmərik ki, adımız səslənsin. Biz orada istəmərik ki, görüntümüz görsənsin. İsmimiz zikr olunsun. Niyə görə gözümüzü tikdiyimiz aləmlərin Rəbbinin qatıdır? Və bilirik ki, orada bilinməsi burada bilinməsindən daha xeyirlidir. Orada yayılması burada yayılmasından daha xeyirlidir. Və yenə Əbu Zər, daha doğrusu bu səfər Əbu Zər radiyallahu anhdan rivayət edildiyinə görə Rasulullah sallallahu aleyhi və səlləm belə buyurdu. Ey Əbu Zər, sənin həqiqətən zəif olduğunu görürəm. Özüm üçün nə istəyirəmsə, sənin üçün də onu istəyirəm. Əsla 2 nəfərə də olsa başçı olma. Subhanallah, 2 nəfərə belə olsa deyir, başçı olma deyir. Baxırıq ki, həqiqətən xeyirli insanlar qaçıb bundan.
bu kimi şeylərdən qaçıblar. Düzdür. Bəzən fitnə çıxmasın deyə baş olublar və yaxud da bir-birlərinə baş təyin ediblər. Lakin fitnə olmayan dönəmlərdə sakitlik, əminamanlıq olduğu təqdirdə baş olmaqdan qaçıblar bu adam. Həmişə cəmaət olmağa, fərd olmağa can atıblar. Və Allah Rasulü buyurur ki, 2 nəfərə də olsa başçı olma deyir. Sənin zəif olduğunu görürəm deyir. Özüm üçün istədiyim xeyirləri sənə istəyirəm, amma bundan qaçın deyir. Və sonra buyurur ki, yetim malına da idarəçilik etmə. Yəni yetimin yaş həddi buluğuna çatdığı vaxtda səndən onun malını idarəçilik edib də haqqını tələb etdiyi o gündən qorx deməkdir. Çünki yetimin malını güdmək və ona olduğu kimi bu malı çatdırmaq heç bir xələl gəlmədən etmək çox ağır bir məsuliyyətdir. Zəif adamların işi deyil. Və Allah Rasulü Aleyhisselatü Vesselam bunu Əbu Zər kimi özü sözü bir, tək gəzib, tək ölüb, tək dirilib, tək hesaba çəkilən bir insana belə məsləhət görmür. Və yenə Əbu Zər radiyallahu anh belə rivayət edir. Belə deyir. Ya Rasulullah, məni vali təyin etməzsənmi? Deyə bir gün deyir, sual etmişdim Allah Rasulü Aleyhisselatü Vesselam. Əli ilə çiynimə vurub belə buyurdu. Ey Əbu Zər, sən zəif adamsan deyir. Baxın, bu bayaqki hədisin biraz ləfsi artımı ilə başqa rivayət edir. Deyir, sən zəif adamsan deyir. Əlini çiynimə qoydu. Vəzifə istəyib. Burada vəzifə istədiyi deyilməmişdir. Burada dili ilə istəyib və görürsünüz bayaq zikr etdiyimiz hədisdə nə deyir? Allah Rasul istəyənə vermir və ona zəif olduğunu deyir. Çünki özü də istədi deyə artıq Allahın yardımı aradan qalxıraq, Allah yardım etməzdi. Ey Əbu Zər, sən zəif adamsan. İstədiyin vəzifə isə böyük əmanətdir. Bu əmanəti layiq olaraq alan və boynuna düşəni edənlər xaric. Subhanallah. Əslində bu vəzifə qiyamət günü rəzillik və peşmançılıqdır. Yəni bütün mövqelər, bütün tələb etdiyin, təmənnidə bulunduğun hər bir baş ola biləcəyin hər bir sahə qiyamət günü rəzillik və peşmançılıq səbəbidir deyir. Əgər haqqını verməyəcəksənsə, verə bilməyəcəksənsə ki, insanların çoxu bunun haqqını verə bilməz. Verə bilmir də. Yəni bariz nümunəsi günümüzdə görürük özümüz. Və dəyərli qardaşlar, yaşama qayəmiz olmalıdır. Yaşama səbəbimiz olmalıdır. Biz nəyə görə varıq? Biz 3 nəfərin, 5 nəfərin qabağına keçib söz deyə mi varıq? Biz 3 nəfərə, 5 nəfərə idarəçilik edək deyə mi varıq? Yoxsa biz ümumiyyətlə iman etdik deyəndən sonra çıxdığımız bu yolda Allah Azza və Cəllənin bizi yönətmiş olduğu hər yola yalnız belə olsaq gedək deyə mi varıq? Biz bu sualları özümüzə verməliyik həqiqətən. Ümumiyyətlə, ixlas elə bir şeydir ki, insan nəfsini sorğulamasa, ixlaslı olub olmadığını bilməz. İnsan nə qədər ki, nəfsini yedizdirəcək, doyuzduracaq, vallahi deyirəm, o onun gözlərini kör edəcək. Və kişi, yəni Əbu Zər kimi bir kişi yaxşıya istifadə edəcəyini nə bizim şübhəmiz var, nə Allah Rasulunun şübhəsi var, nə də özünün. Gedib Allah Rasulü Aleyhisselatü Vesselam'dan vəzifə istədiyi təqdirdə Allahın Rasulü ona bunu vermir. Bilirsən niyə vermir? Zəif olmasından savayı qardaşı birdən yardımsız qalar, haqqını verməz və qiyamət günü rəzilliklə, peşmançılıqla baş aşağı Rəbbinin huzurunda durar deyə vermir Allah Rasulü Aleyhisselatü Vesselam Efendimiz. Ona görə həqiqətən olduğumuz yerdə dini müstəvidən deyirəm. Olduğumuz nöqtədə, olduğumuz yerdə bizə verilən vəzifə ilə xoşbəxt olmağa çalışaq. Qardaş, sənə kompüterlə bağlı bir vəzifə veriblər. Allah üçün onu icra elə. Sənə, nə bilim, belə deyək, bayaq dediyimiz, zikr elədiyimiz bu xidmət sahələri ki var. Onlardan hər hansısa biri ilə xidmət veriblər. Allah üçün bunu icra elə. Başqa şeyə can atmağa ehtiyac yoxdur axı. Vallahi çoxunu xeyir belə olsun, çoxunu layiq olmadığı halda istəyən kimsə bir müddətdən sonra azı ilə qani olmaz
və bir müddətdən sonra həmin o az ona az görsənməyə çalışar. Həm çox etməz, həm də azdan qalır. Biz hiç etmişdik, yadımıza gəlir, əməllərin böyük və kiçik görsənməyi ilə bağlı. Ki, əvvəllər biz bir-birimizə həvəslə axşam zikirlərinin, səhər zikirlərinin mesajlarını atırdıq. Hətta böyük qruplarda çalışırdıq ki, əfzəl saat girən kimi birinci biz ataq. 300 nəfərlik, 200 nəfərlik məsəl üçün tutalım qruplardır. Nəsihət, məsləhət qruplardır. Atırdıq ki, bu 200 nəfərdən ikisi belə axşam zikirlərini mənim vəsiləmlə eləsə, xatırlasa. Subhanallah, gör mənim əcrim nədir? Bir özüm elədim, 2 nəfər də bunlar eləsə, 3 nəfər. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, bir xeyri edən, bir xeyrə vəsil olan onu etmiş kimidir. Bir insanın səhər axşam zikrini etməsi İsmail övladlarının 4 dənə köləni azad etmiş kimidir. Mükafatı var. Bir insanın səhər və axşam zikrini etməsi İsmail övladından 4 dənə köləni, bir peyğəmbərin nəsəbindən 4 dənə köləni azad etmiş əcri verir ona. Səhər axşam zikirləri. Səhərdə ayrı verir, axşamda ayrı verir. Bir də başqa 2 nəfər, 3 nəfərə bunu bulaşdırsan, baş olmağa çalışmasan, bədən olub xırda-xırda bu əcrləri toplasan, xırda da deyil. Subhanallah, bir peyğəmbərin nəsəbindən 4 dənə kölə azad edirsən. Toplasan bunu, görsən, həqiqətən hesab günü hansı əcrlərlə Rəbbimin huzuruna gedirsən. Və vallahi deyirəm və yenə vallahi ki, baxdığımız zaman əgər bizə göstərilsə, biz orada həmd eləyəcəyik ki, ya Rəbbi, yaxşı ki baş olmamışam, bədən olmuşam, ayaq olmuşam, əl olmuşam, amma baş olmamışam. Onların rüsvaysılığını görüb, özümüzün kiçik-kiçik topladığımız həmən əcrlərlə uzaq şəkildə getdiyimizi təsəvvür eləyəndə insan həqiqətən bəridə durmaq istəyir o şeylərdən. Ona görə qardaşlar, tez-tez niyyəti təzələmək lazımdır və tez-tez Allaha bizi İslami xidmətlə ruziləndir deyə dua etmək lazımdır. Sənin dinin üçün bir şeylər eləyər. Çünki biz sənin dinivə yardım eləməsək, biz yardımsız qalacağıq. İn tənsurullaha yansurkum. Siz Allaha yardım edin ki, Allah da sizə yardım etsin. Allah azze və cəllə buyurur. Və yusəbbit əqdəməkum. Və ayaqlarınızı deyir, sabit qədəm etsin öz dinində. Və qardaşlar, mövzu ilə bağlı bir hədis də zikr edəcəm. İnşallah sonra mövzunu başa çatdırırıq. Əbu Hüreyrə radiyallahu anhadan rivayət edildiyinə görə Rasulullah sallallahu aleyhi və səlləm belə buyurdu. Siz idarəçi olmaq məsələsində çox istəkli olacaqsınız. Halbuki can atdığınız vəzifə qiyamət günü peşmanlıq səbəbi olacaqdır sizə. Qiyamət günü sizə peşmanlıq səbəbindən başqa bir şey olmayacaq. Aleyhissalatu vesselam Efendimiz. Həqiqətən can atırıq. Yoxdur deyə fərqində döyülür. Bir dənə sfera formalaşsın, bizə də ümidvar eləsinlər bir şeylə bağlı. Həmən can atacaq ki, o xidmətin o nəyinsə başına keçir. Həmən fitrətimizdə var belə bir şey. Çünki fitrətimiz bəzəyi sevir. Həmən can atacaq. Amma Allah Resulü sallallahu aleyhi ve sellem fitrətimizi bildiyindən dolayı bunu bizdən xeyirli insanlara deyir, nəbi. Hələ bizim vay halımıza. Bizim fitrətimizi bildiyindən dolayı buyurur ki, can atdığınız o vəzifə qiyamət günü peşmanlıq səbəbindən başqa bir şey deyil. Qiyamət günü peşmanlıq səbəbi olacaqdır sizə. Həqiqətən Allah qorusun, gör. Can atdığın şey istər mal olsun, istər mülk olsun, istər məqam olsun, istər övlad olsun. Can atdığın o şey sənin rüsvaysılıq, sənin rəzillik, sənin peşmançılıq səbəbin olsun. Allah azze və cəllə bizi dinində haqqı ilə xidmət göstərən qullarından eləsin. Və bizi üzərinə olduğumuz bu dinin üzərinə yaşatsın və müsəlman olaraq canımızı alsın. Və axiri və də'vana inilhamdülillahi rabbil alemin. Allah hər birinizdən razı olsun.